Salam aleykum, hər vaxtınız xeyir. Bugün sizlər üçün çolpa alanda nəyə diqqət etmək lazımdır? İkinci hissəni bölüşürəm. Ümid edirəm faydalı olar. Deməli, çox müştərilərin şikayət elədiyi bir məsələ var. Filan yerdən çolpa aldım, qalmadı, xəstələndilər və s. problemlər çıxdı. Demişdi ki, sağlamdır. Alanda normal idi, gətirdim 2-3 günə hamısı qırıldı. Birinci növbədə nəyə diqqət etmək lazımdır? Təsərrüfatçıdan çolpa alanda vaksin məsələsini soruşanda, peyvənd məsələsini, sualı düzgün qoymaq lazımdır. Çox adamın elədiyi səhv ondadır ki, təsərrüfatçıdan soruşur ki, qardaş, xanım, bütün vaksinləri eləmişsiniz? O da qayıdır deyir ki, bəli eləmişəm. Sual səhvdir. Sual elə qoyulmalıdır ki, bu formada. Qardaş, hansı vaksinləri eləmişsiniz? O qayıdıb deyəcək ki, filan vaksinləri eləmişəm. Dəqiq, indi o qalır təsərrüfatçının vicdanına. Səmimi formada soruşun ki, hansı vaksinləri eləmişsiniz? Eləməmişsinizsə deyin, mən aparanda eləyim, xahiş edirəm, düzgün deyin, narahat olmayın, alacam sizdən çolpanı, görürəm sağlamdırlar. Siz ummayın ki, o qayıdıb desin ki, hə, hamısını eləmişəm. Alıb aparırsınız, arxayın olursunuz, sonra bir sıra problemlər çıxır ortaya. Düzgün danışan təsərrüfatçıdan məhsul almağa dəyər. Qaçmayın ondan. Düzünü deyirsə, əgər hansı vaksinlər eləmişəm, siz avtomatik bilirsiniz ki, hə, bunları eləyib, indi gedim araşdırım, görüm başqa nələr eləmək lazımdır. Baytarla ya internetdə məlumatlar doludur. Araşdırırsınız ki, başqa filan vaksinlər də var. İndi ayına, həftəsinə görə təyin edib, həmin vaksin tədbirlərində görə bilərsiniz. Amma o ki, deyirsə, filan vaksinlər eləmişəm, filan vaksinlər eləməmişəm, siz ondan çolpa almayanda, növbəti dəfə başqa adam bunun yanına gələndə qayıdıb deyir ki, hamısını eləmişəm, hər vaksini eləmişəm. Çünki məhsulu satmaq lazımdır. Siz belə deyim də, dolayı yolla ticarətçini məcbur edirsiniz ki, yalan danışsın. Ona yol verməmək lazımdır, səmimi danışmaq lazımdır ki, yəni arxayın eləmək lazımdır təsərrüfatçını. Yəni mən sənə inanıram, mən səndən çolpa alacam. Sadəcə mənə dəqiq denən ki, hansıları eləmişsən, mən işimi bilim və ya bəlkə heç birini eləməmsən, başa düşürəm, vaksin təhlükəlidir, başa düşürəm, eləməmsən. Mən aparıb evdə özüm saxlayıb, biraz vitamin verib, qəşəng vəziyyətə gətirəndən sonra eləyərəm. İnanın ki, təsərrüfatçı sizə yalan danışmayacaq. Nə var, düzünü deyəcək. Yəni, bu məsələyə diqqətlə yanaşın ki, çolpa alanda çox da ziyan eləməyəsiniz. Hətta heç ziyan eləməyə bilərsiniz. Ziyanı minimuma yendirə bilərsiniz. Ən azından işinizi bilirsiniz ki, filan şeylər qalıb, tədbirlər özünüz evdə eləyəcəksiniz.